Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli DOST 84-ə yaxın bir ərazidə, eyni zamanda deməli Şah İsmayıl Xətai prospektində yerləşən Megastore supermarketinin qarşı tərəfində 2,5 sot torpaqda deməli bax otaqların sayını bir dəqiqə deyim sizə. 4 otaqlı bax belə bir mənzil satılır. Qiyməti 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda 2,5 sot torpaqdır. Hal-hazırda mən sizə bağçasını göstərirəm. Bax, eyni zamanda gördüyünüz kimi deməli hündür barısı var. Bax, bağçası yuxarıda 2 tonluq su bakını görmək mümkündür. Burada isə bax bu ərazidir, bu zonadır. Yine təkrar edirəm, deməli Gəncə şəhərində eyni zamanda DOST 84'ə yaxın bir ərazidə, yəni 2,5 sot torpaqda bax qarşıda gördüyünüz belə bir həyət ev satılır. Bax bura deməli badvalıdır, böyük bir badvalı var, kürsülüdür, 2 qat kubiklə hörülüb. Bax belə bir həyət evinin qiyməti 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İnsəyə daxil oluram. Dediyim kimi, deməli bax otaqlar sayı deyim də, deməli 3 otaq bir zaldır. Prosto sadəcə olaraq bax bu cür alınıb. Hal-hazırda mən qapıdan giriş hissəsində yerləşirəm. Qapısı dəmirdir. Bura deməli 3-ün 5-ədir. Bax belə bir zalı var. Mini zalda demək mümkündür. Sağda mətbəxidir. 4-ün 4-ədir. Hündürdür. 2 qat kubiklə hörülüb. İndi isə deməli mən keçirəm otaqlardan birinə. Bu otaq 4-ün 5-ədir. Bax bu cürdür, böyükdür, polu taxtadır, yəni başqa material deyil. Sənədi ilkin sənəddir. Eyni zamanda arxiv arayışı var. Bax yenidən mən sizə evin necə olmağını göstərim. Yəni otaqların hansı vəziyyətdə olmağını göstərirəm. Polunu görmək mümkündür. Bura isə deməli 3-ün 3-ə olan belə bir otaqdır. Yenidən deməli ölçüsünə görə ən kiçik otaqdan mən sizə zalını göstərim. Eyni zamanda qapıdan giriş hissəsini görmək mümkündür. Bax mənə deyilənə görə hal-hazırda gördüyünüz qapı bağlıdır. Deyilənə görə buranın ölçüsü 5-in 6-yadır. Yəni zalda otaq kimi də başa düşmək olar. Bax bu cürdür. Yəni o görmədiyim üçün bax ümumi bu cür deyə bildim. Bura isə hamamıdır. Hamamın 2,5-ün 3-ədir. Bax təmirlidir. Evin içərisindədir. Bura isə bax bu zonadır. Bura isə bax ölçüsünə görə yenidən belə deyim də 3-ün 4-ə olan otaqdır. Belə bir həyət evinin qiyməti 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, çox yaxınlıqda 29 nömrəli deməli orta məktəb yerləşir. Bundan başqa Şah İsmayıl Xətai prospektinə, eyni zamanda Atatürk prospektinə yaxın bir ərazidir. Yəni bax onların kəşfməsindən Şəfa aptekinin arxasıdır demək mümkündür. Bax bu cür deyə bildim bunları. Yenidən otaqların necə yerləşməyini sizə göstərirəm. Bax belə sizlərə uğurlar.